Bakir benim gözümün qabağında büyüyüb. Bakir çox dərd, çox gənclik bir oğlandır, qorxmaz bir oğlandır. Yəni, Cabir dedi, Bakir Rusiyada yaşayır. Bakir ayın 18-də düşmən tərəfindən işğal olundu. Bakir eşidən kimi Sərfiyan olsun, Osaz olsun, başqa kənd olsun, başqa rayon olsun. Torpaqlarımızın azadlığı uğrunda Bakir şəhid oldu. Bakirin xatirəsi eləcə də bütün şəhidlərimizin xatirəsi heç zaman bizim qəlbimizdən çıxa bilməz. Şəhidlər həmişə baş tacımızdır, qazilər bizim ürəyimizdir. Onların xatirəsini həmişə əziz tutalım. Əziz xatirəsini əziz tutmaqla bərabər sağ qalan qazilərimizin də qarşısında həmişə qarşı olduğumuzu bir olaraq hiss edirəm. Çox yazmaq lazımdır, gələcəkdə qəhrəmanları tanıtmaq. İndi mən burada sağlamaq istəmirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bizim kənddə də bilirsiniz ki, şəhidlərə gəldik, 7 şəhidimiz var. Allah hamısına rəhmət eləsin. Onların da xatirəsini, onların da şəhid olduğu yere getirip bugün de Bakir'in Sərfiyan kəndinin girişində Bakir'in xatirə şəkildi. Əlavə açılışını edirik. Yəqin ki, dönə-dönə buna ziyarətə gəlirik. Şəhidlərimizin həmişə imkan bir şəkildə anacaq. Allah rəhmət eləsin. Allah rəhmət eləsin.